Salam əziz izləyicilər, 6-cı sinif riyaziyyat 2-ci hissə səhifə 93 və 94-də olan çalışma həllərinə baxacağıq. Birinci tapşırıqda deyir ki, düz prizmanın həcmini tapın, nümunə də verilib və dərsdə istifadə olunan düsturlara əsasən tapşırıqları həll edəcəyik. Birinci çalışmada A bəndində. Ümumiyyətlə, düz üçbucaqlı prizmanın həcminin düsturu V bərabərdir, S oturacaq vurulsun H-dır. Yəni, oturacağın sahəsini biz onun hündürlüyünə vuracaq. Bu da bərabərdir. Oturacağı üçbucaqdır və üçbucağın tərəfi 5-dir. Tərəfə çəkilən hündürlük 2-dir. 2-də 1 vurulsun 5 vur 2. Hündürlüyümüz isə burada 4-dür. Vurulsun 4. 2 ilə 2 ixtisar gedər. 5-i də 4-ə vuranda cavabımız eləyər 20 metrin kubu. B bəndində. Yenə yazıram V bərabərdir. S oturacaq vurulsun H. Oturacaq 2-də 1 vurulsun. Üçbucağa baxırıq. Deməli, üçbucağın oturacağı 10-dur və həmin oturacağa çəkilən hündürlük də 6-dır. Onu vururuq 6-ya. Vurulsun hündürlüyümüz də bax bu 8-dir. Şəklin bu formada çəkilməsi sizi aldatmasın. 2 ilə nə ixtisar aparaq? 6-nı gəlin ixtisar aparaq. 2-yə gedir 3 dəfə. 8-ə vururam 24. 24-ü də ona vururam. Eləyir cavabımız 240 cm verdiyinə görə santimetrin kubu. Yəni, şəkli burada əyib çəkiblər. Keçək C bəndinə. V bərabərdir. Yenə yazıram. S oturacaq vurulsun H. 2-də 1 vurulsun. Oturacağın tərəfi 4-dür. Hündürlüyü 6-dır. 4 vur 6 və bu düz üçbucaqlı prizmanın öz hündürlüyü isə 10-dur. Bərabər. Burada da şəkli əyilmiş formada çəkiblər. 2 ilə 4 2 ixtisar gedir. Burada 2 qalır. 2-ni 6-ya vururam. 12. 12-ni də ona vuranda eləyəcək 120 santimetr verdiyinə görə santimetrin kubu olacaq. Keçək ikinci tapşırığa. 2-də deyir ki, prizmanın həcmi altında yazılıb. Boş xanaya uyğun ölçünü tapın. İkinci tapşırığın A bəndində. V bərabərdir. S oturacaq vurulsun H yazırıq. Deməli, boş xana bax budur. Boş xana həmin bu üçbucağın tərəfidir. 2-də 1 vurulsun. Tərəfə deyək A. Vurulsun. Hündürlüyü, üçbucağın hündürlüyü 5-dir. Vurulsun. Prizmanın öz hündürlüyü isə 9-dur. Vurulsun 9-a. Bərabərdir həcmi də 180. 5-i 9-a vururuq 45 və A-ya vuranda 45A. Bölünsün 2 bərabər 180-ə. 45A bərabərdir. Bunun aşağısında 1 yazsaq 45A-nı 1-ə vururuq. 45A edir 180-ə də vuraq 2-yə. Yəni tənasimin xassəsini tətbiq edirəm. 45A bərabərdir 360-a. Və biz buradan A-nı tapmaq üçün nə edəcəyik? 360-ı böləcəyik 45-ə. Cavabımız eləyəcək 8 metr verdiyinə görə 8 metr. Yəni, boş xanaya yazılacaq ədədimiz, bax, bura yazılacaq ədədimiz 8 metr olacaq. B bəndinə keçək. B bəndə yenə yazıram. V bərabərdir. S oturacaq vurulsun H. 2-də 1 vurulsun. Yenə üçbucağın deməli, oturacağını istəyir. Aynen işarə eləyək. Vurulsun. Həmin tərəfə çəkilən hündürlük 4-dür. Prizmanın öz hündürlüyü isə 8-dir. Bərabərdir 96-ya. 2 ilə 4-ü ixtisar aparsam burada 2 qalır. 8-im 16A bərabər 96-ya. A-nı taparkən 96-nı bölürük 16-ya. Cavabımız eləyəcək 6 desimetr. Keçək C bəndini yazaq. C bəndində V bərabərdir. S oturacaq vurulsun H. Hündürlük yəni. Burada üçbucağın tərəfi verilib 6-dır. Həmin tərəfə çəkilən hündürlük də verib 3-dür. Və prizmanın öz hündürlüyü verilməyib. H verilməyib. Bərabərdir 45-ə. 2 ilə 6 2-yə ixtisar gedir. Burada 3 qalır. 3-ü 3-ə vuranda 9H bərabər 45-ə. H-da taparkən biz 45-i bölürük 9-a. Cavabımız eləyəcək 5 santimetr. Burada boş xanaya yazılacaq ədəd B bəndində 6 idi. Burada isə boş xana prizmanın hündürlüyüdür və 5 idi.
Boşxanaya 5 yazılacaqdır. Keçək sonuncu bəndimizə. D bəndində yazaq. Yenə V bərabər S oturacaq vurulsun H yazıram. Oturacağımız 11'dir. Üçbucağın oturacağı 11'dir. Həmin tərəfə çəkilən hündürlüyümüz yoxdur. Baxın, həmin tərəfə çəkilən hündürlük yoxdur. Vurulsun H. A yazaq. Yəni həmin tərəfə çəkilən A tərəfi olsun bura. A tərəfindən çəkilən hündürlük H-a. Vurulsun prizmanın öz hündürlüyü 6-dır. Bərabər 198-ə. 2 ilə 6 2 xəsər girir, 3 qalır. 3 11-ə vuranda 33 HA bərabər 198-ə. HA da bərabərdir 198-i bölürəm 33-ə. Bu da bizə nə verəcək? HA bərabərdir verəcək 6 millimetr. Millimetrdən verdiyinə görə millimetr yazırıq ölçünün sonunda. İkinci tapşırığımızın da həlləri bu formada olacaq. Keçək üçüncü tapşırığa. Üçüncü tapşırıq digər səhifədədir. Burada silindrin həcmidir. Silindrin həcmi də yenə S oturacaq vurulsun H düsturundan hesablanır. Sadəcə olaraq silindrin oturacağı dairə olduğuna görə dairənin sahəsini tapırıq oturacaqda. A bəndində yazıram. B bərabərdir S oturacaq vurulsun H. Bunun oturacağı dairə olduğuna görə S oturacağı yerinə yazırıq. B R kvadrat vurulsun H. İndi yazaq. V bərabərdir. Elə pi r kvadrat H yazaq. Pi r kvadrat H bərabərdir. P-nin qiyməti bizə misalın şərtini 3 verib. Radiusumuz 1,5-dir. Vurulsun H-ımız da 2-dir. Gəlin 3'ü 2'yə vuraq eləsin 6. 1,5'in də kvadratı 1,5'i 1,5'ə vuranda 2,25 eləyər. Daha sonra 2 tam %25'i də vuraq 6'ya. Bu da eləyəcək 13,5. 13,5 santimetrin kubu. B bəndini yazaq. B bərabərdir pi r kvadrat H yazıram. P-nin qiyməti 3'dür. R-imizin qiyməti yoxdur. Amma radius var. Əgər R tapmaq istəyirəmsə, radiusu tapmaq üçün diametri 2'yə bölmək lazımdır. 8'i bölürəm 2'yə 4 metr. Gətirib bura radiusun yerinə 4 yazıram. 4'ün kvadratı vurulsun. Hündürlüyümüz də, yəni silindrin hündürlüyü də 3'dür. 3'ü 3'ə vuranda 9, 4'ü 4'ə vuranda 16 eləyər. 16'nı da 9'a vuranda eləyəcək 144 metr verib bizə. Metrin kubu yazaq. Keçək C bəndinə. C-də yenə yazıram. V bərabərdir pi r kvadrat H. P-imizin qiyməti 3'dür. R-imizin qiyməti 40'dır. 40'ın kvadratı. H da silindrin hündürlüyü də 52'dir. 3'ü vuraq 52'yə. 3'üm 6, 3'üm 15, 156 vurulsun. 40'ın da kvadratı 40'ı 40'a vuran da 1600 eləyər. 156'nı da vuraq 1600'ə. 156'nı 16'ya vuranda eləyir 2496. Sonuna da 2 dənə 0 əlavə eləyirik. Bizə santimetr verdiyinə görə sonuna da yazaq santimetrin kvadratı. Cavabımız oldu 249.600 santimetrin kvadratı. Sonuncu bəndimizdə yazaq. D bəndini. V bərabərdir pi r kvadrat H. P-nin qiyməti 3'dür. Radius bizə verib 60 santimetr. 60'ın kvadratı yazıram. Silindrin hündürlüyü də 15'də. Vurulsun 15. 3'ü 15'ə vuraq 45. 60'da 60'a vuranda 3600 eləyər. 45'i 36'ya vuranda eləyəcək 1620. Sonuna da bu 3600'ün 2 sıfırın əlavə etsək, santimetr verdiyinə görə sonuna da santimetr kvadrat yazaq. Cavabımız olacaq 162.000 santimetrin kvadratı. Üçüncü tapşırığımızı da bitirdik. Keçək 4-cü tapşırığa. Dörddə silindrin həcmi altında yazılıb. Bu silindrin hündürlüyünü tapın. Bizə A bəndində silindrin diametri verib. Oturacağının diametri verib. Biz radiusu tapaq. Radiusu tapmaq üçün 20'ni 2'yə bölmək lazımdır. Eləyəcək 10 santimetr. İndi V bərabərdir pi r kvadrat H-dır düsturumuz. Və P-nin qiyməti
Bizə burada elə pi-nin qiyməti olduğu kimi qalıb. Pi-ni saxladırıq. Pi vurulsun r-in kvadratı, 10-un kvadratı vurulsun hündürlük h bərabərdir 3000 pi-yə. 10-un kvadrata yüksəldində eləyər 100. 100-ü də pi-yə vuranda eləyəcək 100 pi vurulsun h bərabərdir 3000 pi-yə. İndi biz buradan h taparkən nə etməliyik? 3000 pi-ni, yəni hündürlüyü taparkən 3000 pi-ni bölməliyik 100 pi-yə. Pi-lər gedər, 3000-i də 100-ə böləndə cavabımız eləyər 30 santimetr. Yəni hündürlüyümüz 30 santimetr olacaq. B bəndi. B bəndində bizə verib yenə diametrdir. Radiusu taparkən altını 2-yə bölməliyəm. 3 santimetr. 376 pi-dir sahəmiz, həcmimiz. Pi r kvadrat h bərabərdir v-yə. Pi r-in yerinə yazıram 3-ün kvadratı vurulsun h bərabərdir 376 pi-yə. Gəlin buradan pi-ni hesablayaq. Daha doğrusu h-ı tapaq. 3-ü 3-ə vuranda 9 eləyir. 9 pi vurulsun h bərabərdir 376 pi-yə. H-ı taparkən 376-nı bölürəm 9. 376 pi-ni bölürəm 9 pi-yə. Burada pi-lər ixtisar gedər. 376-nı da 9-la ixtisar getmir. Çünki rəqəmlərin cəmi 9-a və yaxud 3-ə bölünmədiyinə görə belə eləyək. 376 bölünsün 9 qalır. Bunu da çevirək, gəlin qarışıq ədəd formasında yazaq. 37-nin içərisində 9 yerləşər 4 dəfə. 16-nın da içərisində yerləşər 1 dəfə. Qalır da qalır 7. 41,9'da 7 santimetr verdiyinə görə sonuna yazaq santimetr. 3-ün A və B bəndini yazdıq. Keçək 3-ün C bəndinə. 3-ün 3 yox, 4-ün üzürlü sayın 4-ün C bəndi. Diametr yenə bizə verib. Radiusu taparkən biz həmin o diametri 2-yə bölməliyik. Eləyəcək 2,5 metr. Pi r kvadrat h bərabərdir v-yə. Pi vurulsun 2,5-in kvadratı vurulsun h bərabərdir 15 pi-yə. 2,5-i 2,5-ə vuranda eləyəcək 6,25 pi vurulsun h bərabərdir 15 pi-yə. Buradan indi h-ı tapmaq üçün biz 15 pi-ni bölməliyik 6,25 pi-yə. Pi-lər gedir ixtisar. Sürətdə 15 qalır. Məxrəzidə altdan %25. Sürət və məxrəci 100-ə vuraq. Bu olsun 1500. Bu da olsun 625. 1500-ü də 625-ə böləndə onun xüsusiyyəsindən ifadə edə bilərik. Cavabımız eləyəcək 2,4 metr. Yəni hündürlüyün qiyməti C bəndində 2,4-ə bərabər olacaq. Keçək D bəndinə. 4-cü tapşırığın D bəndi. Radiusumuz yoxdur, amma diametr var. 24'dür diametr. 24'ü 2'ye bilər radius alaq. 12 santimetr. Pi r kvadrat h bərabərdir v-yə. Pi vurulsun 12'nin kvadratı, yəni r-in kvadratı vurulsun h bərabərdir 15520. 11520 pi. 12'ni 12'ye vuranda 144, yanına da pi yazırıq. Vurulsun h bərabərdir 11520 pi-yə. İndi h-ı tapmaq üçün biz nə edəcəyik? 11520 pi-ni böləcək 144 pi-yə. Pi-lər buradan ixtisar getdi. 11520 əslində 144-ə tam bölünür. Bu 8 dəfə yerləşir. Sondakı sıfırı da atsaq 80 olacaq. 80 santimetrlə verdiyinə görə sonuna yazıram santimetr. Beləliklə 4-cü tapşırığımızın da bütün bədənlərini yekunlaşdırdıq. Keçək 5-ci tapşırığa. 5-də görək nə deyir? Anar və Aynur şəkildəki kimi düzbucaqlı formasında kağızı silindr formasında bükdülər. Bunu silindr formasında belə Aynur büküb, belə də Anar büküb. Kimin düzəltdiyi silindrin həcmi çox olar. Gəlin hər birini ayrı-ayrı hesablayaq. 5-də birinci başlayaq Anarın düzəltdiyi ilə. Anarın silindri. Anarın silindrində deməli
Baxın, bu formada düzəldilib və uzunluğu 25-dir, yəni hündürlüyü 25-dir. H bərabərdir 25 santimetrə. Eni, bu düzbucaqlının eni 20-dirsə, onda bu dairənin uzunluğu C bərabərdir 2πr, o da 20-yə bərabərdir. Buradan eri tapmaq lazımdır bizə, çünki radius lazımdır silindrin həcmini hesablamaq üçün. 20-ni bölərəm 2π-yə. 20-ni 2-yə böləndə 10 eləyər, məxrəzi də pi. 10 bölünsün pi. Həcmi hesablayaq. S oturacaq vurulsun h-dır. S oturacağın yerinə də πr kvadrat yazırdıq, vurulsun h. Pi vurulsun. Erimizin qiyməti 10 böl pi-dir. 10 böl pi-nin kvadratı vurulsun h-ın da qiyməti 25-dir. Bərabərdir. Pi vurulsun. 10'un kvadratı eləyər 100. Pi-nin də kvadratı pi kvadrat vurulsun 25. Bu da bərabərdir. Bu pi ilə pi kvadrat pi-yə ixtisar gedir. Aşağıda bir dənə pi qalar. 100'ü də 25'ə vuranda eləyər 2500. Və biz burada kalkulatordan yenə istifadə eləyəcəyik. 2500'ü pi-yə böləndə belə bir ədəd alınır. 795,747 nöqtələr qoyaq. Və bunu da %1'ə qədər yuvarlaşdırsaq, %1'imiz 7'dir. 7'dən sonra 4 var. Ona təsir etməyəcək. 7 olduğu kimi qalacaq. Sonrakılar da sıfıra çevrilir. Onları yazmağa mənası yoxdur. Cavabımız olacaq 795,77. Bizə santimetr verilmişdi. Santimetrin kubu. İndi keçək Aynurun silindirinə. Aynurun silindiri. Aynurun silindirində isə bunun hündürlüyü bu düzbucaqlının enidir. H bərabərdir 20 santimetrə. Dairənin uzunluğu isə düzbucaqlının uzunluğudur. 2πr bərabərdir 25'ə. Buradan yenə eri tapaq. 25'i bölək 2π'yə. Bu elə bu formada da qalsın. Eri əvəzlədikcə 25 bölünsün 2π'dir. İndi yazaq. V bərabərdir. Pi r kvadrat vur h-dır. Pi qalır yerində. Erin yerinə nə yazacağım? 25 böl 2π'nin kvadratı vurulsun. H-ın da qiyməti 20'dir. Bərabərdir. İndi pi vurulsun. 25'in kvadratı 625'dir. 2π'nin də kvadratı 4π kvadratdır. Vurulsun 20. Pi ilə pi kvadrat ixtisar gedər pi'yə. Burada pi qalar. 20 ilə də 4 gedər. 4'ə. Burada 5 qalar. 625'i deməli 5'ə vurmalıyam. Məxrəzidə pi qalmalıdır. 625'i 5'ə vuranda eləyir 3125. İndi 3125'i kalkulatorda bölək. Cavabımız eləyir, yəni pi'yə bölürük. 994'dan 7183 burada 3 nöqtə qoyaq və %1'ə qədər yuvarlaşdıraq. %1'ə qədər yuvarlaşdıranda da birdən sonra 8 var. Ona təsir edəcək bir vahid artıracaq. Olacaq 994'dan %72. Bu da santimetrlə verdiyinə görə santimetrin kubu. İndi gəlin bunlara müqayisə eləyək. Yuxarıda nə almışdıq? Anarın silindirində nə almışdıq? 797 tam. Belə yazaq. Anar. Mötərizənin içərisində 797 tam %77 santimetrin kubu. Aynur. Mötərizə yazaq. 994 tam %72 santimetrin kubu. Hansı böyük olacaq? Aynurun silindirinin həcmi daha böyük olacaq. Burada səhv etmirəmsə ikinci sualda var idi, 5-ci tapşırıqda. Deyir, kağız hansı formada olsa hər iki silindirin həcmi bərabər olar. Burada bizə verilən kağız düzbucaqlı formasındaydı. Amma kvadrat formasında olsaydı, ikinci sualı yazırıq. Kvadrat formasında cavabımız budur. Kvadrat formasında olsaydı o zaman hər iki silindirin həcmi bərabər olardı. Çünki kvadratın eni və uzunluğu bir-birinə bərabər olduğu üçün hansı tərəfdən fırladırıqsa fırladaq, yenə də iki bərabər həcmli silindir alardıq. 5-ci tapşırığımız bitdi. Bu 5-in birinci bəndi idi. İkinci bəndinin də cavabı sözlə yazdık ki, kvadrat formasında olsaydı bərabər olardı həcmləri. Keçək 6-cı və bu səhifənin sonuncu tapşırığına. Əyləncə parkında uşaqlar üçün taxtadan düz 3 bucaqlı
prizma formasında, baxın burada. Oyun yeri düzəldildi. Oyun yerinin içərisi silindr formasında hazırlandı bu formada. Taxta ilə örtülmüş hissənin həcmi nə qədərdir? Biz tələb olunan həcmi tapmaq üçün nə etməliyik? Əvvəlcə deməli düz üçbucaqlı prizmanın həcmini tapmalıyıq. V bərabərdir. V prizma yazaq. Prizma bərabərdir. S oturacaq vurulsun H. Bunun oturacağı deməli 200'dür. Baxın oturacağı 200'dür. 2'də 1 vurulsun 200. Həmin o oturacağı çəkilən hündürlükdə bu kənarda verilib. Bax bu hündürlükdə elə. Buradan bir dənə 90 dərəcəni qeyd eləyək ki, bu hündürlükdür. H, A yazaq. Burada olsun A tərəfi. 200 bərabərdir A-ya. Vur 180 vurulsun və bu üçbucaqlı prizmanın öz hündürlüyü də bu formadadır. Şəkil baxın tərsinə çevrilib. Şəkil tərsinə çevrilməsi sizi aldatmasın. Əgər üçbucaqlı prizma yazılıbsa, deməli bunun oturacağı üçbucaq formasında olmalıdır. Deməli, bura o götürürəm 100. Hündürlüyü 100'dür. Gəlin hesablayaq. 200 və 2-ni 2-yə ixtisar aparaq. Burada qalsın 100. 18'in sonuna neçə sıfır əlavə etməliyəm? 1, 2, 3, 4, 5 sıfır əlavə etməliyəm 18'in sonuna. Cavabımız olacaq 1.800.000 santimetrin kubu. İndi silindrin həcmini tapaq. V silindir. Silindrin həcmini tapmaq üçün də pi r kvadrat h düsturundan istifadə edirik. Pi'mizin qiyməti 3'dür. R'in qiyməti yoxdur, amma burada diametr var. Diametr 100'də, bax bu diametri bildirir. Kənarına da yazaq. D bərabərdir 100 santimetrə. O zaman R'i taparkən nə edəcəm? 100'ü böləcəm 2'yə. Cavabımız eləyəcək 50 santimetr. Gətirib buraya yazıram. 50'nin kvadratı. Sizdə mötərizə ehtiyac yoxdur. 50'nin kvadratı vurulsun. Bir də bu silindrin hündürlüyü. Silindrin hündürlüyü elə bu düz üçbucaqlı prizmanın öz hündürlüyünə bərabərdir. Yəni bu hündürlükdür. H 100'dür. 3'ü vuraq 100'ə. 300 vurulsun 5'i 50'ni 50'yə vuranda 2500 eləyər. 3'ü 25'ə vuranda 75, sonra da 4 dənə 0 əlavə eləyirik. Cavabımız oldu 150.000 santimetrin kubu. İndi biz nə edəcəyik? Taxta ilə örtülmüş hissənin həcmini tapmaq üçün prizmanın həcmindən çıxacaq silindrin həcmini. Gəlin hesablayaq. V taxta yazaq. V taxta bərabərdir. 1.800.000'dən çıxırıq 750.000'i. Bunda çıxanda bizə verəcək 1.050.000. 50.000. 1.050.000 santimetrin kubu. Metr kubuna da çevirə bilərik. 1 metrimiz 100 santimetrdir. Kub olduğuna görə 1 milyon olacaq. Deməli biz bunu 1 milyona bölməliyik. 50.000 bölünsün 1 milyon. Bərabərdir. 4 dənə sıfırlar gedir bölünmə nəticəsində. 105 bölünsün 100 qalır. 105'i de 100'e bölündü. Vergül 2 vahidi sağa sürüşür olur. Daha doğrusu sola sürüşür olur. 1,5 metrin kubu. Bu da 6-cı tapşırığımızın həlli oldu və bu səhifədəki sonuncu tapşırığın da həllini yekunlaşdırmış olduq.